Salam əziz dəyərli Avtoməkan YouTube kanalı izləyiciləri. 8 fevral 2026-cı il Vətəndaş maşın bazarından salamlayırıq sizləri. Gəlmişik sizlər üçün istədiyiniz maşınları çəkək, sizə təqdim edək. Xoş izləmələr. Siz də hansı maşınlarınızı çəkmək istəyirsinizsə rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Canqan Kyan 05-dir. 2025-dir, 1.5 motordur. Hibrit. Sahibi 29.000 manatı deyir. 4500 yürüyüşü var. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizə təqdim edirik. Multirul, Savaskoy monitor, avtomat sürətlər kutusu, dəri salon. Siz də hansı maşınlarınızı çəkmək istəyir, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Mercedes Panoramadır. 2005-dir, 2.4 motordur. Sahibi 18.500 deyir. Real alıcı endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. $33.000 yürüyüşü var. Multirul, monitor quraşdırılıb, avtomat sürətlər kutusu, yarı dəri, yarı parça salon. Siz hansı maşınlarınızı çəkmək istəyir, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. İzləyicilərimiz bizdən Prius çəkməmizi istəmişdi. Buyurub baxa bilər. 2009-dur. 1.5 motor hibritdir. Sahibi 13.200-ə deyir. Real alıcı endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. Multirul, Savaskoy monitor, avtomat sürətlər kutusu,
Parça salon. Siz də hansı maşınlarımızı seçmək istəyirsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. İzləyicilər biri bizdən Honda A30 seçməyimizi istəmişdi. Buyurub baxa bilər. Biri 2010'dur, 1.6 motor dizeldir. Sahibi 13.700'ə deyir. Realca endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. $405.000 yürüyüşü var. Davaskor mikrofon, mexaniki sürətlər qutusu, salonla parça. Siz də hansı maşınlarımızı seçmək istəyirsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın.